9-cu bölüm. Gecədən keçirdi. Fikrət Nəzərlinin malikanəsində digər otaqlar kimi Ayxan üçün ayrılmış otağın da işıqları söndürülmüş, otaq tamamilə qaranlığa qərq olmuşdu. Bayaqdan yarım litrlik viski şüşəsinin birini boşaldıb, ikincisini açmış Ayxan isə hələ oyaq idi. Viski dolu qədəhi əlində tutaraq çarpayısının üstündə oturmuşdu. Tutqun baxışlı gözləri əlində oynatdığı qədəhə zillənsə də, fikri çox uzaqlarda idi. Moskvada Abram Fixman tərəfindən Hüquq Xidmətləri Bürosuna cəlb ediləndən sonra Melisa ilə ilk tanışlığını xatırlamışdı. Büronun rəhbəri qızı ona təqdim edib, "Tanış ol, bu da bizim Melisa Kazakova," demişdi. "Artıq 2 ildir bizdə işləyir. Çox zirək qızdır. Həm də gözəl xasiyyəti var. Əminəm ki, dostluğunuz baş tutacaq. Ancaq nəzərə al ki, Melisa biraz tez küsəndir." Melisa isə gülüb Ayxana şəslə əl uzatmışdı. "Belə oğlandan küsmərəm. Yəqin ki." Sonra doğrudan da tez dostlaşdılar. Bir neçə cinayətin müstəqil təhqiqatını birlikdə aparmaqları onları bir-birlərinə çox yaxınlaşdırmışdı. Ayxan artıq Melisanın ona qarşı olan məhəbbətini yavaş-yavaş hiss edirdi. Heç kəsdən utanıb çəkinməyən, açıq təbiətli bu qız ondan utanmağa başlamışdı. Onunla danışanda özünü yığışdırır, sözlərinə daha çox diqqət etməyə çalışırdı. Ayxan isə gəzdiyi qız onu atıb başqasına ərə gedəndən sonra isə heç kəsin məhəbbətinə inanmaq istəmirdi. Əslində Sveta adlı o qızın özünü də unutmuşdu. Silib atmışdı ürəyindən. Daha hansısa bir qız barədə fikirləşmək, hansısa bir qızla sevişmək fikri yox idi. Melisaya da sadəcə dost kimi baxırdı. Ancaq Melisa bir gün onu yoldan çıxara bildi. O gecə Moskva ətrafındakı kəndlərin birində kimsəsiz evdə gecələməli olmuşdular. Melisa onu sevdiyini söyləmişdi. Yəni dostluq filan öz yerində, sadəcə bu gecəni onunla keçirmək istəyir deyə söyləmişdi. Ayxan da etiraz edə bilmədi. Çünki ürəyində artıq bu qıza qarşı istəyi, rəğbətə oxşar bir şey yaranmışdı. Həm də Melisa xarici görkəmcə də çox pis qız deyildi. O gecə eyni yataqda yatdılar. Melisa onu necə də sevirdi, necə də xoşbəxt idi o gecə. Həmin iş bir dəfə də Rostovda gecələdikləri oteldə təkrar olundu. Bu dəfə Melisa təkcə bədənini deyil, qəlbini də açdı Ayxana və dedi ki, onu sevir. Əlbəttə, elə bir məqamda qoynunda olan qızdan sevgi etirafını eşitmək hər bir oğlan kimi Ayxana da xoş gəlmişdi. Amma sonradan çalışdı ki, daha Melisa ilə şəxsi mövzuda söhbət etməsin, növbəti intim yaxınlığına da imkan yaratmasın. Bunun nə dərəcədə mümkün ola biləcəyini düşünmədən aralarındakı münasibətin dostluq səviyyəsində qalmasını istəyirdi. Bu isə təbii olaraq Melisaya bərk toxunurdu və istəyinə nail ola bilməyən qız o vaxtdan Ayxanı yerli-yersiz sancmağa səy göstərirdi. İndi Melisa'nın artıq həyatda olmadığı bir vaxtda Ayxan etiraf edirdi ki, o həqiqətən yaxşı qız idi. Sevilməyə layiq qız idi. Heyif. Çox heyif ki, əclaflar öldürdülər onu. Heç bir yaxın qohumu filanı olmadığı üçün sabah onu elə bu şəhərin qəbristanlığında dəfn edəcəkdilər. Abram Fixman da gələcəkdi dəfnə. Hadisədən günorta xəbər tutan şefi Ayxana zəng vuraraq məsələnin nədən ibarət olduğu barədə maraqlanmışdı. Səsinin titrəməsindən anlaşılırdı ki, istedadlı əməkdaşının ölümü onu daha çox yandırıb. Ayxan öz yeni şübhələri barədə hələlik rəhbərinə də heç nə bildirmədi. Yalnız təhqiqatı davam etdirərək Melisa'nın qatilini tapacağına söz verdi. Fixman telefonda ona bildirdi ki, büronun əməkdaşlarından Vasilyenkonu özü ilə gətirib şəhərin yaxınlığındakı qəsəbədə yerləşdirəcək. Vasilyenko qəsəbədə gizli şəkildə qalaraq lazım olan anda Axillesin tapşırıqlarını yerinə yetirməli idi. Hüquq Xidmətləri Bürosu rəhbərinin bu tədbirindən belə görünürdü ki, o baş vermiş cinayətlərdə hansısa naməlum güclü qüvvənin iştirak etməsi qənaətindədir və belə gedərsə, təhqiqatın hələ çox uzanacağını düşünür.
Fixman telefon danışığının sonunda Ayxana özünü qorumağı, hər bir hərəkətində son dərəcə ehtiyatlı olmağı dönə-dönə tapşırmışdı. Səni itirməyə heç dözə bilmərəm, Axilles, demişdi. Ayxan onsuz da o başı bəlalı xüsusi xidmət orqanının axtarışında olandan hər gün ölüm təhlükəsi altında yaşayırdı. Bu orqanın əməkdaşları onu harda görsəydilər, dərhal öldürmək əmri almışdılar. 3 il idi ki, yeni adı altında yaşayan, Moskvada yaşadığı kirayə mənzilləri tez-tez dəyişən Ayxan Asayev əslində ölümlə gizlənpaç oyununu oynayırdı. Xüsusi xidmət orqanlarında və daha sonra Fixmanın bürosunda ona peşəkarcasına diqqətli olmaq üçün xüsusi dərslər keçirilmiş, məşqlər aparılmışdı. Amma son 3 ilin yarı gizli həyatı Ayxanda daha yeni keyfiyyətlər formalaşdırmışdı. O küçəyə çıxıb səki ilə piyada yeriyəndə, hər hansı bir kafedə filanda əyləşəndə təkcə qarşısındakıları yox, arxadakıları da görməyə məcbur idi. Rastlaşdığı bütün adamları ən kiçik zaman anında nəzərdən keçirib, lazımi nəticə çıxarmağa adət etmişdi. Xüsusi xidmət orqanlarından qaçmağı Celenə görə olmuşdu. İndi Moskvadakı əlil uşaqlar evində yaşayan 6 yaşlı qıza görə. 3 il əvvəl Ayxan və milliyyətcə alman olan Hans adlı biri həmin qızın ailəsini tamamilə məhv etmək əmri almışdılar. Bir gecə evə girib ailə üzvlərini tərəddüd etmədən güllələdilər. Qızın atasını və babasını Ayxan vurdu. Anası, nənəsini və Celenin özünü isə Hans. Celen ağır yaralanmışdı. Birinci güllədən sonra göz yaşları içində çığırdı və nədənsə onu vuran Hansa yox, Ayxana baxıb balaca əllərini irəli uzatdı. Sanki öz yalvarış dolu baxışları ilə ondan kömək diləyirdi. Bax, həmin anda Ayxan bu baxışları dözə bilmədi. Qızı xilas etmək istədi və Hansın qarşısına keçib onun ikinci gülləsini atmasına mane oldu. Onda bu hərəkətin mənasını heç cür anlaya bilməyən Hans necə də qəzəblənmişdi. Çəkil qarşımdan, Morris, dedi. Yoxsa səni də güllələyərəm. Həmin vaxt xüsusi xidmət orqanlarında tamam başqa bir ad və soyadla birlikdə Morris ləqəbli daşıyan Ayxan bircə anda düşünmədən tapancasını Hansın ürəyinə tuşlayıb atəş açdı. Qəddarlığına və ikiyüzlüyünə görə onsuz da əvvəldən sevmədiyi xidmət yoldaşı dərhal yerə sərildi. Qızcığazı isə qucağına götürüb təcili xəstəxanaya çatdırdı. Onun həmin ailənin uşağı olduğunu bildirmədi xəstəxanada. Adını da soruşanda heç fikirləşmədən Celen dedi. Bu Ayxanın bacısının adı idi. Xüsusi xidmət orqanı Çeçenistanda ailəsini qıranda anası, ögey atası və qardaşı ilə bərabər bacısını da qətlə yetirmişdilər. Qızı xəstəxanada buraxıb, hüquq mühafizə orqanlarının sorğu-sualına cavab verməmək üçün özü oradan çıxdı. Amma yenə də müxtəlif vasitələrlə xəstəxanaya yol tapır, uşağın vəziyyətindən xəbərdar olmağa çalışırdı. Celeni ölümdən qurtarsalar da tam sağalda bilmədilər. Onurğası zədələndiyi üçün ömrü boyu dəhşətli bir xəstəliyi gəzdirməli idi özü ilə. İynələri vaxtı-vaxtında vurulmasaydı, dözülməz ağrılarla müşahidə olunan dəliliyi tutmalı idi. Ayxana demişdilər ki, onun müalicəsi burada mümkün deyil. Üzərində cərrahi əməliyyatı aparıb bir dəfəlik sağaltmaq üçün Türkiyəyə aparmaq lazımdır. Bunu isə nə az, nə çox 200.000 Amerika Birləşmiş dolları pul tələb olunurdu. Ən böyük arzusu bu qızcığazı yenidən sağlam həyata qaytarmaq olan Ayxan, əlil uşaqlar evinə nadir hallarda, onda da çox gizlin şəkildə gedirdi. Qorxurdu ki, onu güdən keçmiş yoldaşları Celenin yerini bilib onu öldürərlər. Daha çox Melisa gedirdi oraya və Ayxan da qızdan onun vasitəsilə xəbər tuturdu. Yazıq Melisa. Necə də xeyirxah bir qız idi. Necə də kövrək ürəyi var idi onun. Uşaq evindən qayıdıb Ayxana Celen barədə danışanda bəzən özünü saxlaya bilməyib ağlayırdı. Bir dəfə xüsusi xidmət orqanlarının əməkdaşları yenə Ayxanın izinə düşə bilmişdilər. Bu dəfə yalnız Melisa'nın hesabına ölümdən qurtara bildi. Həmin gün qızdan avtobus dayanacağında ayrıldılar. Ayxan avtobusa mindi. Melisa isə harasa piyada gedəcəkdi. Avtobus sərnişinlə dolu idi. Ayaqüstü olan adamlar bir-birlərinə çox sıx dayanmışdılar. Avtobus yenicə hərəkətə gəlib yoluna davam etmişdi ki, Ayxanın telefonuna zəng gəldi. Melisa idi.
Səsində açıq-aşkar həyəcan duyulurdu. Ayxan, məncə səni güdürlər. Boz kostyum, mavi köynək, qırmızı qalstuk. Ehtiyatlı ol. Ayxan şübhə doğurmamaq üçün, mən indi yoldayam. Axşam özüm sənə zəng vuraram, əzizim, dedi və telefonu qapadı. Qarşı tərəfdə Melisa'nın dediyi əlamətlərə uyğun heç kəs yox idi. Arxasında isə artıq kiminsə isti nəfəsi duyulurdu. Şübhəli şəkildə geriyə boylamaq olmazdı. Keçmiş həmkarlarını yaxşı tanıyırdı. Onu öldürməyi qarşılarına məqsəd qoymuşdularsa, elə burada, avtobusun içində də vura bilərdilər. Birdən cəld hərəkətlə geri döndü və elə həmin anda da arxasındakı qırmızı qalstuklu kişinin çənəsinə yumruqla zərbə endirdi. Bu adam ona qətiyyən tanış gəlmirdi. Yəqin ki, ondan sonra işə qəbul olunmuşdu. Kişi sağ əlini öz pencəyinin cibinə salanda Ayxan dərhal onun biləyindən yapışdı və ikinci zərbəni vurub ucadan "Oğru köpək oğlu, cibimə girirsən?" deyə səsləndi. Avtobusda aləm bir-birinə qarışdı. Hamı səs-küy salaraq yerindən boylanıb, avtobusdakı cibgirin kim olduğunu bilmək istəyirdi. Bu qarışıqlıqda rəqibinin cibindən düyməli bıçağı çıxara bilən Ayxan ağzını onun qulağına yaxınlaşdırıb, "Sizinki bu dəfə alınmadı. Məndən şefinə salam de." Sərnişinlərin bir neçəsi bu adamı bərk-bərk tutub saxladılar və sürücüdən tələb etdilər ki, avtobusu ən yaxın polis məntəqəsinin qarşısına sürsün. Ayxan isə növbəti dayanacaqda yerə enib, oradan rahatlıqla uzaqlaşa bildi. İndi isə "Heyf səndən, Melisa", deyə öz-özünə pıçıldayıb çarpayının üstündən qalxdı. Əlindəki qədəhi başına çəkib zərblə masanın üstünə qoydu və açıq pəncərəyə doğru getdi. Bu pəncərə də digər otaqların pəncərələri kimi evin arxa tərəfindəki bağçaya açılırdı. Məhəccərə söykənib aşağı boylandı. Kimsə evin arxasında dayanıb siqaret çəkirdi. Kürəyini az qala divara söykənmişdi. Qaranlıq olmasına baxmayaraq, Ayxan onu dərhal tanıdı. Bu Turxan idi. İçindəki qorxu və stres hələ də ötüşməmişdi deyəsən. Bu onun siqareti həyəcanla tez-tez ağzına aparmağından da hiss olunurdu. Yəqin ki, indi onun da yuxusu Ayxanınki kimi ərşə çəkilmişdi və buna görə evdə qərar tuta bilməyib bağçaya inmişdi. Ya bəlkə də siqareti valideynlərindən gizlin çəkdiyi üçün. Yuxarıdan ona tamaşa edən Ayxanın dodaqlarında birdən acı bir kinayəli təbəssüm gəzdi. Amma bilmək olmurdu ki, onun Turxana yazığı gəlir, yoxsa... Bu zaman evin tinində daha bir nəfər göründü. Gələn Aydəniz idi. Qız ürkək addımlarla Turxana yaxınlaşıb astadan dilləndi. "Burada niyə dayanmısan?" Turxan ona cavab verməyib, narahat halda ətrafa boylandı. "Melisanı fikirləşirsən?" "Hə." Oğlanın səsi çox kədərli idi. O çox yaxşı qız idi. Mənimlə mehriban davranırdı. Məndən neçə yaş böyük olsa da özünü taykuş kimi aparırdı. Aydənizin səsində ancaq azacıq qısqanclıq duyuldu. "Onlar sənin qardaşını da öldürdülər. Ancaq dözümlü ol, özünü üzmə. Mən həmişə sənin yanında olacağam. Heç vaxt unutma ki, səni çox sevən, həmişə səni düşünən, səni özünə hamıdan doğma bilən biri var." Bu sözlər deyəsən Turxanı kövrəltdi. Qızın başını öz sinəsinə sıxıb ağlamağa başladı. "Çox qorxuram Aydəniz, çox qorxuram." "Nədən, Turxan?" Qızın da səsi titrədi. Turxan dinmədi. Ya nə dedisə, Ayxan onu eşidə bilmədi. Ancaq Aydəniz sualını bir də təkrar etdi. "Nədən qorxursan?" Bilmirəm. Oğlan Aydənizi ehmalca özündən kənarlaşdırdı. Əlləri ilə gözlərini qurulayıb gecdən-gecə dilləndi. "O adam məni öldürməli idi. Təsadüfən sağ qaldım." "Qorxma." Aydəniz ona lap böyük adamlar kimi ürək-dirək verirdi. "Ayxan tapacaq onları. Mütləq tapacaq. Mən ona inanıram." "Yox, tapa bilməyəcək. Bütün bu işlər mənim heç xoşuma gəlmir. Axırı pis olacaq bu işlərin." "Hansı işlərin?" "Bu ölüm işlərinin." "Darıxma. Vallah tutacaq onları. Ancaq sən yenə də ehtiyatlı ol. Həm də özünü bu qədər üzmə. Xəstələnərsən." Aydəniz yaxınlaşıb oğlana sığındı və
birdən onu öpməyə başladı. Birdən nə etdisə Turxan onu kəskin hərəkətlə özündən araladı. Yəqin ki, dodaqlarından öpmüşdü. Bəsdir, Aydəniz, belə olmaz. Lazım deyil. Get otağına, yat. Qoy səni doyunca öpüm. Qız inad göstərdi. Axı burada pis nə var ki? Dedim ki, lazım deyil. Axı niyə? Mənim sevdiyim var. Axı mənim nəyim pisdir sənin o Kristinanla? Ondan kökəm? Hə? Əgər məni buna görə bəyənmirsənsə, sabahdan dilimə heç nə vurmayacam. Lap arıqlayıb çöpə dönənə kimi. Turxan əsəbi halda başını yellədi. Bunun məsələyə dəxli yoxdur, Aydəniz. Sən Rizvan əminin qızısan. Səni özümə bacı hesab edirəm. Nə olsun? Bacın ki deyiləm. Mən öpüşmək istəyirəm səninlə. Heç olmasa bu gecə etiraz eləmə. Kristina səni mənim qədər sevə bilməz. Allaha and olsun. And içirəm. İnandın? Yenə başını oğlanın sinəsinə qoydu. Amma elə bu vaxt evin tinindən öskürək səsi gəldi və bunu eşidən Aydəniz cəld geri çəkildi. Xəbərdarlıq mənasında əsəbi səslə öskürən Rizvan idi. Onlara yaxınlaşdı. Burada nə edirsiniz deyə asta, ancaq kifayət qədər acıqlı səslə soruşdu. Heç, Aydəniz nə deyəcəyini bilmədi. Turxan isə dərhal onlardan ayrılıb bağçadan çıxdı. Bir anlıq onun arxasınca baxan Rizvan qızına tərəf döndü. Sənə neçə dəfə demişəm, bundan əl çək. Demişəm ya deməmişəm? O evdəkilərin eşitməməsi üçün pıçıltı ilə danışırdı. Ayxan yerində dikəldi ki, hər ehtimala qarşı Rizvan yuxarı baxarsa onu görməsin. Aydəniz isə başını aşağı salıb susurdu. Səninlə deyiləm, Rizvan qızının çiyninə yumruqla vurdu. Bir də belə hərəkətini görürsəm, daha məndən incimə. Həyasızın biri, həyasız. Özün bilirsən ki, o başqası ilə evlənəcək. Fikrət əmin, sənin bu işini bilsə nə deyər? O səni Yunisə almaq istəyirdi. İndi isə heç oğlunun torpağı soymayıb. Bir bunun hərəkətinə bax. Tuf sənin üzünə. Ayxan daha bu xoşa gəlməz söhbəti dinləmək istəməyib ehtiyatla pəncərəni örtdü. Qaranlıqda geri qayıdıb çarpayısına uzandı. Soyunub yatmaq fikri yox idi. Bilirdi ki, gözünə yuxu getməyəcək. Dolaşıq fikirlər başında bir-birinə qarışmışdı. 10-cu bölüm. Gündüz saat 12-də artıq Melisanı dəfn edib evə qayıtmışdılar. Kişilər və bir də Elza Mixaylovna həyətdəki masanın ətrafına toplaşmışdılar. Müstəntiq Sakulin də burada idi. Heç kəs danışmırdı. Onlardan bir qədər aralı oturmuş Ayxan Asayev isə başını əllərinin arasına alıb dərin fikrə qərq olmuşdu. İndicə öz əlləri ilə məzara qoyub gəldiyi dostu barədə düşünürdü. Abram Fixman da dəfnə gəlib çata bilmişdi. Elə dəf qutaran kimi də qəbristanlıqdan hava limanından yola düşdü. Getməzdən qabaq Ayxanı kənara çəkib biraz söhbət etdi. Baş vermiş qətl barədə onun fikirlərini soruşdu. Ayxan isə təkcə bunu bilirdi ki, hələlik dəqiq heç nə deyə bilməz. Amma baş vermiş hadisələrdə Karamyanın əli olmasından şübhələnir. Öz əməkdaşına həddən çox inanan Fixman bu sözlərə yalnız başını mənalı tərzdə tərpətməklə cavab verdi və görüşüb ayrılarkən məsləhət gördü ki, Ayxan son dərəcə ehtiyatlı hərəkət etsin. Birinci növbədə özünü qorusun. Amma Ayxan indi qətiyyən özü barədə düşünmürdü. Hətta buraya gələrkən onun və Melisanın qarşısına qoymuş vəzifəni, yəni fikir nəzərli ailəsinin qanuna susamış şəxsin aşkar edilməsi vəzifəsini də unutmuşdu. Heç Renata adlı o silli qadının təkidlə etdiyi xəbərdarlığına baxmayaraq, hər işini atıb fikir nəzərliliyini qorumaq fikrində də deyildi. O indi yalnız Melisa barədə, onun qətli barədə fikirləşirdi ki, və fikirləşdikcə də demək olar ki, hamıya nifrət edirdi. İndiyədək apardığı təhqiqatlarda öz şefindən heç nə gizlətməyən gənc dedektiv həmin söhbətlərdə nədənsə susmağa üstünlük verdi. Baş vermiş qətllər barədə öz mülahizələrini Yemşan kolluğunun yanından tapdığı vacib dəlili ondan gizlətdi. O niyə belə etdi? Öz mülahizələrinə hələ də tam inanmadığı üçünmü? Və ya cinayətin gedişi barədə düşünərkən qarşısına çıxan gizli anlaşılmazlıqlara görəmi? Hər halda bunun bir səbəbi var idi və bu səbəbi Ayxan Asayevin özündən başqa heç kəs bilmirdi.
Masa ətrafında yaranmış sükutu Fikrət nəzərli pozub, üzünün yanında oturmuş Rizvana tutdu. Sən Bakıya xəbər verdin? Dərhal hiss olunurdu ki, Cəvahirin adını çəkmək istəmir, amma söhbət Yunisin ölüm xəbərinin anasına çatdırılmasından gedirdi. Rizvan təəssüflə başını buladı. Bu işlər başımı elə qarışdırıb ki, tamam yadımdan çıxıb. Nahardan sonra mütləq gedib telegram vuraram. Telefon nömrəsini bilsəydi, indi çoxdan zəng edib deyərdim. Yadından çıxmasın, mütləq xəbər ver. Arxayın ol. Ortaya yenə yorucu sükut çöktü və ev sahibi deyəsən yalnız bu sükutu aradan qaldırmaq məqsədi ilə müstəntiq Sakulinə sual verdi. İşlə əlaqədar sizdə nə yenilik var, Oleg? Müstəntiq pərt halda çiynini çəkdi. Elə bir şey yoxdur. Ekspertiziyanın rəyini bugün aldıq. Kazakovanın Yunisin vurulduğu eyni kol tapancası ilə qətilə yetiriblər. Qatil kimdirsə, usta, peşəkar olmaqla yanaşı özünə çox arxayındır. Sanki meydan oxuyur bizə. Nə özü, nə də sürdüyü Jaguar XJ8 barədə heç bir əsaslı dəlil əldə edə bilməmişik. Bir anlıq susub üzünü Ayxana tərəf çevirdi. Hə, Karamyanın o işçisini yoxlayıblar. Samvel Sirasyanı. Hadisə baş verən vaxt şəxsən Karamyanın kabinetində olub. Siz də buna inandınız? Hə? Ayxan müstəntiqi istehza ilə süzdü. Hər halda inanmağa məcburam. Karamyan özü də daxil olmaqla 3 şahid göstərib. Həm də bərk hirslənibmiş. Deyib ki, daha bəsdir bu bir saxta alışqana görə mənim adımı şəhərdə hallandırdınız. Zəhmət çəkib əsl cinayətkarı tez tapın ki, hər şey bitsin. Siz yenə Karamyandan şübhələnirsiniz? Fikrət birbaş Ayxana üst tutdu. Ya düşünürsünüz ki, Samvel Sirasyanı 11 il əvvəl işdən qovduğum üçün özü şəxsən intiqam fikrinə düşə bilər. Axı bu inandırıcı deyil. Ayxan əvvəlcə sustu. Sonra isə nə düşündüsə, nəzərlərini boş süfrədən çəkmədən bir sözünü kəlmə-kəlmə vurğulamaqla dilləndi. Bəli, mən əminəm ki, bütün bu işlərin başında Vartan Karamyan durur. Və əgər o tezliklə ifşa olunmasa, sizin ailəni daha yeni faciələr gözləyir. Ev sahibinin üzündə bir qədər narahatlıq oxundu. Bəs o necə ifşa olunmalıdır, cavan oğlan? Bəlkə bunu da deyəsiniz? Ayxan başını buladı. Bax, bunu mən də deyə bilmərəm. Çünki məhkəməyə təqdim etmək üçün əlimdə heç bir ciddi əsas yoxdur. Rizvan ona qətiyyətlə etiraz etdi. Ancaq mən yenə öz fikrimdə qalıram ki, bu işlər Tarasovdan uzaq deyil. Hər şey üzə çıxanda özünüz görəcəksiniz. Mən də belə fikirləşirəm. Bahadur bir neçə dəfə öskürüb sözə qarışdı. Karamyan qorxağın biridir. Alçaq işlər elə qorxaqlardan çıxar. Bayaqdan dinib danışmayan Elza Mixaylovna söz atdı. Mənim bura gəlməkdə məqsədim başqadır. Müstəntiq söhbəti dəyişdi. Prokurorluq da, polis idarəsi də bu işlə ciddi məşğuldur. Hətta Muxtar Respublikanın Daxili İşlər Nazirliyindən kömək istəmişik. Qatil hökmən tapılacaq. Ancaq siz, Rizvan Salmanoviç, çalışın ailənin təhlükəsizliyini daha da artırasınız. Ciddi qoruyasınız. Heç kəs evdən tək çıxmasın. Elə evin özünün də qorunmasını gücləndirmək lazımdır. Bu mümkündür. Rizvan başını tərpətdi. 3 mühafizəçim var. Daha bir neçəsini cəlb edərik. Özüm də vəziyyətə gecə-gündüz nəzarət edəcəm. Bəli, müstəntiq razılığını bildirdi. Hamınız özünüzü qoruyun. Elə etmək lazımdır ki, növbəti peşmançılıq baş verməsin. Elza Mixaylovna sözə müdaxilə etdi. Məncə bu sözləri Bahadura da demək lazımdır. Hər gün evdən tək çıxıb harasa gedir. Elə uşaqları da. Başlarına bir iş gəlsə yenə biz yanacağıq. Üstəlik, bütün bu işlər İvanovkadakı o başıbəla torpaq sahəsinə üstündə baş verirsə, o daha çox ehtiyatlı olmalıdır. Çünki ora rəsmən Bahadurun adınadır. Məncə Fikrət o yerləri qardaşının adına keçirməklə əslində onu da Tarasovun ciddi rəqibinə çevirib. Nə danışırsan Elza? Bahadur məzəmmətlə dilləndi. Birincisi, onlar mənə heç nə edə bilməzlər. Bir də
Fikrət axır vaxtlar onsuz da oranın gəliri ilə az maraqlanırdı. Yerin kimin adında olmasının nə fərqi var ki? Yox, əgər Fikrət peşman olubsa, qoy təzədən keçirsin öz adına. Amma oradakı obyektləri özüm işlədəcəm. Lap 100 Tarasov gəlsə də mənası yoxdur. İşlət də, kimsə nə deyir? Elza səsinin tonunu yumşaltdı. Mən sənin bir də ailənin salamatlığı üçün deyirəm bütün bunları. O yerlər sənin adında qalsa, bir də gördün ya uşağını oğurladılar, ya özünü tutub saxladılar ki, bu səndən də qol çək, hər şey olsun Tarasovun. Ancaq Fikrətə bunu edə bilməzlər. Heç mənə də edə bilməzlər. Bahadur hirslə əlini yellədi. Elza heç yeridir. Fikrət arvadına məzəmmətlə baxdı. Elza da Bahadur da susdular. Ayxan bu zaman ayağa qalxıb, mən gedim paltarlarımı dəyişim, bir yerə baş çəkəcəyəm dedi və pilləkənlara doğru getdi. O evə qalxandan sonra masa başında bir anlıq sakitlik yarandı. Sonra Fikrət sakit və kədərli səslə danışmağa başladı. Hər biriniz ehtiyatlı olun. Çox vacib bir işiniz olmasa malikanədən çıxmayın. Çıxanda da qoy Rizvan sizə adam qoşsun. Həm də bir yerə gedəndə əvvəldən telefonda filanda kiməsə sir verməyin. Hər halda bu bəla başımızdan sovşana kimi. Üzünü müstəntiqə tutub, Fixmanın bu adamları heç bir işə bacarmadılar. O qızı boş yerə niyə öldürdülər, bilmirəm. Yenə ümidimiz sizədir, Alev. Çalışın ki, qatili bacardıqca tez tapasınız. İndi isə xahiş edirəm. Qalxaq. Hər kəs öz işi ilə məşğul olsun. Ayağa qalxdılar. Müstəntiq Sakulin ev sahibi ilə sağollaşıb darvazaya doğru getdi. Bir neçə dəqiqə sonra isə Ayxan pilləkənlə enib həyətdə saxlanmış qırmızı Mercedesə yaxınlaşdı. Aydənizdən indicə aldığı açarla qapını açıb sükanın arxasına keçdi və maşını işə salıb onu mühafizəçi Valerinin açdığı darvazadan çıxartdı. 11-ci bölüm. Həyatda Rizvanın heç vaxt belə bir evi olmamışdı. Ancaq belə çıxırdı ki, yoğun şam dirəklərindən tikilmiş bu bir mərtəbəli ev onun idi. Həm də bu ev onun öz evi idi və o da sağ solunda əcaib gül kolları əkilmiş darcığırla evinə doğru addımlayırdı. Cığıra döşənmiş daşlar ay işığında bərq vurub ətrafa sirli bir rəngə bürümüşdü. Gəlib evin qapısına çatdı. İçəridən işıq gəlmirdi. Qapını itələyib açaraq ucadan arvadını səslədi. Tansu! Ona heç kəs cavab vermədi. Evə daxil olub, qaranlıqda otaqları gəzdi. Yataq otağındakı 2 nəfərlik çarpayıda kimsə yorğana bürünüb yatmışdı. Yaxınlaşıb yorğanın ucundan yapışaraq onu qaldırdı. Tansu! Birdən yorğanı əlindən buraxıb dəhşətlə geri çəkildi. Yataqdakı Tansu deyildi. Renata idi. Bəli, Renata idi. Üz-gözü əcaib qırışlarla örtülmüş qadın qəflətən yataqda dikəlib əllərini Rizvana uzatdı. Gəl bura, Rizvan, gəl, sən mənimsən, ancaq mənimsən. Onun qaranlıqda getdikcə dəyişən qorxunc sifəti artıq insan sifətinə bənzəmirdi. Rizvanın qarşısında indi heç vaxt görmədiyi, tanımadığı əcaib bir heyvan durmuşdu. Təsvirə gəlməz bir qorxu hissi bütün bədənini bürüdü. Geriyə dönüb özünü otağın qapısından çölə atdı. Həyətə çıxdı. Daş döşənmiş darcığırla qaçmağa başladı. Arxadan hələ də Renatanın qəhqəhəsi və qulaq batıran çığırtısı eşidilirdi. Sən mənimsən, sən mənimsən, həmişə də mənim olacaqsan. O isə bütün qüvvəsi ilə qaçıb bu səsdən qurtulmağa çalışırdı. Nəhayət daş cığır qurtardı və Rizvan izi ucu bucağı görünməyən bir düzənliyə çıxdı. Birdən hardansa düz qarşısında başdan ayağa ağ paltara bürünmüş bir gənc qadın peyda oldu. O sakitcə dayanıb, əlindəki paltardan seçilməyən ağ əllərini qabağa uzatmışdı. Mənə yaxın gəlmə, mənə yaxın gəlmə. Qadın həyəcanlı bir səslə bunu dedi və Rizvan onu dərhal tanıdı. Bu Tansu idi. Düz 11 il əvvəlki Tansu. Heç dəyişməmişdi. Qıyıq gözləri, incə burnu, utancaq təbəssüm əskik olmayan qönçə dodaqları.
Ancaq bu dodaqlar indi qorxu və qəzəbdən titrəyirdi. Mənə yaxın gəlmə. Rizvan ona doğru bir addım atdı. Tansu, yaxın gəlmə dedim. Mən ölüyəm. Tansu, Rizvan başqa heç nə deyə bilmirdi. Adımı çəkmə, mən ölüyəm. Ancaq sən də tezliklə öləcəksən. O səni də öldürəcək. Kim? O. O səni öldürəcək, mütləq öldürəcək. Onun əlindən qurtarmaq mümkün deyil. Kimi deyirsən? Rizvan dəli kimi çığırdı. Kim öldürəcək məni, Tansu? Öz səsindən səksənib yuxudan ayrıldı. Gözlərini bir neçə saniyə qaranlıq tavana dikib özünə gəlməyə çalışdı. Sonra əlini uzadıb çarpayının yanındakı kətilin üstündən telefonunu götürdü. Ekranın işığını yandırıb saata baxdı. Saat 3 işləyirdi. Bu zaman bağça tərəfdən qarışıq səslər eşidilib yataqdan dikəldi. Əvvəlcə heç nə anlamadı, sonra nə hiss etdisə başını çevirib pəncərəyə baxdı. Pərdənin arxasında hansısa işığın yarandığı qəribə kölgələr oynaşırdı. Yerindən sıçrayıb ayağa qalxdı, pəncərəyə tərəf yürüb onu açdı və evin arxasına boylandı. Divarın dibinə yığılmış hündür odun qalağı od tutub yanırdı. Turxanla mühafizəçilər onu söndürməyə çalışırdılar. Tələsik şalvarını geyindi. Balşının altına qoyduğu Baykal tipli tabancasını qarşına keçirib qaçaraq otaqdan çıxdı. Pilləkəni sürətlə enib evin arxasına keçdi. Turxan və 3 mühafizəçi bağçadakı su quyusundan su çəkərək artıq zəifləməkdə olan alovun üstünə atırdılar. Vəziyyəti belə görüb Kolyaya çığırdı. Kolya, sən uşaqlarla birlikdə bağçanın hər yerini yoxla. Sonra isə quyudan su gətirən Soltanın qarşısına yeriyib vedrəni ondan aldı və suyun odun qalağının alovlanan hissəsinə tulladı. O indicə gördüyü qorxulu yuxunun və qəfil baş vermiş bu hadisənin təsirindən çox narahat və həyəcanlı görünürdü. Alnını və boyun boğazını tər basmışdı. Kolya mühafizəçiləri özü ilə götürüb qaranlıq bağçanın içərilərinə doğru getdi. Bir dəqiqə keçmiş Fikrət, Elza, daha sonra isə Bahadur həyətə enib evin arxasına gəldilər. Həmişə sakitliyi ilə seçilən Elza Mixaylovna məsələnin nə yerdə olduğunu anlayan kimi hay-həşir saldı. Amma halı pisləşdiyi üçün tez də səsini kəsməyə məcbur oldu. Onu tutub yerdə oturtdular. Üzünə su vurub özünə gətirdilər. Yanmış odun qalağını söndürmək o qədər də çətin olmadı. Evə elə bir ziyan dəyməmişdi. Yalnız kərpic divarın alov dəyən yerləri qaralmışdı. İndi evin arxa tərəfində yalnız Fikrətin və Turxanın yataq otaqlarının pəncərələrindən zəif işıq düşürdü. Buraya toplaşanlar ara qarlıqda asta-asta süslənən odun qalağına baxıb susurdular. Hamı fikirli və həyəcanlı idi. Bahadurun ailəsi, Ayxan və Aydəniz isə deyəsən hələ hadisədən xəbər tutmamışdılar. Bir də birinci mərtəbədə yatan qulluqçular. Kolya mühafizəçilərlə qayıdıb gəldi. Bağçada heç bir şübhəli şey rast gəlmədi. Fikrət Davidoviç, ev sahibi əsəblərini cilovlaya bilmədi. Siz hansı cəhənnəmdə idiniz? Axı sizə tapşırmışdıq ki, diqqətli olasınız. Mən otağımda idim. Kolya pərt halda dilləndi. Uşaqlar isə evin qabağında gəzişirdilər. Necə xəbər tutdunuz bundan? Fikrət səsini bir qədər alçaltdı. Baş mühafizəçinin əvəzinə Turxan cavab verdi. Mən yerimə uzansam da hələ gözümə yuxu getməmişdi. Birdən evin arxasından taqqıltı səsi eşitdim. Qalxıb pəncərədən baxanda gördüm ki, odunlar alışıb. Tez geyinib aşağı qaçdım. Valeri ilə Soltan darvazanın yanında idilər. Onlara dedim, Soltan gedib Kolyanı çağırdı. Sonra başladıq quyudan su gətirib alovu söndürməyə. Fikrət oğlunun qorxudan böyümüş gözlərinə, titrəyən dodaqlarına təəssüf hissi ilə baxırdı. Sən pəncərədən baxanda burada kimisə gördün? Yox, heç kəs yox idi. Bəs o taqqıltı səsi nə imiş? Bilmədim. Quru odun yananda bəzən elə səs çıxarır. Bahadur sözə qarışdı. Sən də yatmamışdın? Fikrət dönüb qardaşına baxdı. Yatmışdım, Bahadur cavab verdi. Bağçadan gələn səsə ayıldım. Nə səs? Turxangilin səsinə. Bu zaman Ayxanın yatdığı otağın pəncərəsi açıldı və yarı yuxulu, yarı sərxoş səs eşidildi.
Orada nə baş verib elə? Hamı başını qaldırıb pəncərəyə baxdı. Fikrət əlini yelləyib istehzalı bir səslə dilləndi. Heç nə olmayıb, cənab Asayev. Bağışlayın ki, sizi yuxudan oyatdıq. Gedin yatın. Amma Ayxan cəld aşağı enib bağçaya gəldi. İndi deyəsən tamam ayılmışdı. Bu nə idi? Yanğın baş verib. Soltan əlindəki fənərin işığını odun qalağına tutdu. Baxın, kimsə evi yandırmaq istəyirmiş. Aha, Ayxan səsini uzatdı. Yaxşı, bəs həyətə necə giriblər? Siz harda olmusunuz? Biz evin qarşısında idik. Bizə də Turxan dedi. Birinci o görüb. Fikrət bu xoşa gəlməz işdən yaman dilxor olmuşdu. Rizvana baxıb ağır-ağır dilləndi. Gərək Kolyaya deyək, bağçanı da ciddi qorusunlar bundan sonra. Yeni mühafizəçiləri də tez gətirmək lazımdır. Rizvan evin arxası ilə 5-10 addım gedib divarın dibində otluğa atılmış yüngül alüminium nərdivana baxdı. Nərdivan buradadır. Yaxşı, bəs bağçaya hasardan aşıb gələn adam geriyə necə qayıdıb? Axı hasarı nərdivansız aşmaq mümkün deyil. Peşəkar adamlar bunu xüsusi kəndirlə də edə bilərlər. Valeri öz fikrini bildirdi. Ez eşitdiyi bu söhbətlərdən daha da narahat oldu. O, indi Soltanın gətirdiyi kətildə oturub anlaşılmaz bir təlaşla danışanlara qulaq asırdı. Ax, bu nə deməkdir, dedi. Bəlkə bu da fermanı yandıranların işidir. Onun heç kəsə ünvanlamadığı sualına Ayxan cavab verdi. Bəli, Elza Mixaylovna, siz doğru deyirsiniz. Amma bununla bu evi yandırmaq mümkün değildi. Mənim fikrimcə bu, hələ ki sadəcə xəbərdarlıqdır. Necə yəni? Qadın sanki heç nə anlamadı. Kimidir bu xəbərdarlığı? Fermanı yandıran, Yunisi və mənim əziz dostumu öldürən adam. Yəni Qara Yaguarın sahibi. Soltan bu zaman əlindəki fənarın işığını evin divarına gəzdirdi və heyrətlə "Buraya baxın!" deyə çığırdı. Hamı fənərin işıqlandırdığı yerə baxdı. Divarda böyük hərflərlə rus dilində bu sözlər yazılmışdı. Hamınız öləcəksiniz. Ayağa qalxmış Elza Mixaylovnanın halı yenidən xarablaşdı. Rizvan onun qoluna girib kətildə əyləşdirdi. Fikrət isə hələ bir neçə dəfə udqunub heç kəsin üzünə baxmadan dilləndi. Bu yenə onun işidir. Belə görünür o bizdən əl çəkmək fikrində deyil. Polisə zəng vuraq, Soltan soruşdu. Yox, Fikrət başını asta-asta yellədi. Bunun bir əhəmiyyəti olmayacaq. Amma biz özümüzü qorumalıyıq. Bütün həyəti qarış-qarış axtarın, mühafizəni gücləndirin. Çox da narahat olmayın, Fikrət Davudoviç. Ayxan ona yanaşdı. Mənim fikrimcə hələ ki, şəxsən sizin özünüz üçün ölüm təhlükəsi görsənmir. Bu nə deməkdir? Fikrət gənc dedektivə sərt bir nəzər saldı. O deməkdir ki, hələ bir müddət asudə gəzə bilərsiniz. Siz yəqin yenə içmisiniz, cavan oğlan. Yadınızda saxlayın ki, Fixman sizi buraya mənə məsləhət ya təskinlik vermək üçün gətirməyib. Oğlumun qatilini tapmaq üçün gətirib. Ayxan kinayə ilə başını buladı. Mən bütün bu işlərin başında kimin durduğunu artıq demişəm. Təəssüf ki, mənə inanan yoxdur. Elə ona görə də qatilin özünü, yəni ələ keçməz Yaguarın sürücüsünü tapmaq asan olmayacaq. Bu sizə elə gəlir, cənab dedektiv. Rizvan acıqlı halda sözə qarışdı. Siz gedin yatın, imkan verin özümüz bir şey düşünək. Nə deyirəm, düşünün, nə qədər bacarırsınız düşünün. Ayxan bunu deyib əlini yellədi və bağçadan çıxaraq evin qarşısına keçdi. Artıq kimsə evin digər sakinlərini də yuxudan oyatmışdı. Bahadurun arvadı ilə Aydəniz də bağçaya tərəf gəlirdilər. Rizvan bunu görüb səsini qaldırdı. Daha buraya toplaşmayın, gedin yatın. Sonra Fikrətin qoluna toxundu. Fikrət, Elzanı da apar. Siz yatın, mən hələ bir qədər həyətdə olacam. Hə, ev sahibi başını yırğaladı. Elza gedib yatsın. Mənim gözümə onsuz da yuxu gəlməyəcək. Bu işlər macərasından çıxır artıq. Ciddi tədbirlər görməsək, axırımız yaxşı olmayacaq. Rizvanla mühafizəçilərdən başqa hamı evə qalxdı.
Amma ev sakinlərinin heç biri o gecə səhərə kimi yuxuya gedə bilmədi. Hamının ürəyində anlaşılmaz bir narahatlıq, çəkilib getmək bilməyən bir təlaş var idi. Otağına çıxandan sonra bir qədəh viski içib yatağına uzanan Ayxan isə heç bir şey düşünmədən dərhal yuxuya getdi. İkinci hissə, 1-ci bölüm. Günəş batmaq üzrə idi. Aydənizin idarə etdiyi avtomobil şəhərə daxil olmadan sola burulub qəbristanlığa gedən yola düşdü. Ayxan geri çevrilib arxada oğlu ilə yanaşı əyləşmiş Cəvahir xanıma "Yəqin ki, əvvəlcə qəbri ziyarət etmək istəyirsiniz", dedi. "Hə", Cəvahir xanım kədərlə cavab verdi və həmin anda da gözləri yaşardı. Onlar Azərbaycan türkçəsində danışırdılar. Fikrət Nəzərlinin xahişi ilə Cəvahir xanımla oğlu Elvini qonşu şəhərin hava limanında qarşılayıb gətirən Ayxan yenə bu dildə danışmağa imkan tapdığı üçün sevinirdi. Cəvahir xanım 45 yaşına çatmasına baxmayaraq, gənclik təravətini qoruyub saxlamış, mütənasib bədənli, yaraşıqlı bir qadın idi. Yaşından xeyli gənc görünməyinə, hamar və cazibədar dərisi ilə bərabər gözəl saç düzümünün də rolu az deyildi. Əynində uzun yubka və pencəkdən ibarət tünd göy rəngli kostyum geyinmişdi. Oğlunun ölüm xəbərini alanda Bakıda doyunca ağlamışdı. Lap göz yaşları quruyana qədər. Sonra isə tələm-tələsik bilet alıb yola çıxmışdı. İndi də qəbristanlığa yaxınlaşdığını duyan kimi göz yaşlarını saxlaya bilmədi. Oğlu Elvin isə 2 yaşında tərk etdiyi və ona tamamilə yad görünən yerlərə maraqla tamaşa edirdi. Gəlib qəbristanlığa çatdılar. Maşından enən kimi qadın yeni yaranmış qara torpaq təpəciyini görüb ona tərəf yeridi. Təpəciyin qarşısına vəqqəti vurulmuş taxta lövhədə Nəzərli Yunis sözləri yazılmışdı. Dizlərini yerə atıb qəbri qucaqladı və astadan hıçqırıb ağlamağa başladı. "Anan ölsün, ay Yunis, anan ölsün. Gözləyirdim ki, sənin toyuna çağıracaqlar məni. Yasına çağırdılar. Başım batsın mənim. Bir dəfə arayıb axtarmadım səni. Gəlib uzaqdan da olsa görmədim." Sonra bir anlıq fasilə verib cibindən yaylığını çıxartdı. Göz yaşlarını qurulayıb birdən-birə səsini qaldı. "Bizi ayıranın görüm yeri cəhənnəmlik olsun. Sənə qıyanın əli qurusun. Qanına bələnsin sənə güllə atan." Elvin anasının arxasında ayaq üstə dayanmışdı. Hərdən əli ilə səssizcə göz yaşlarını silirdi. Maşının yanında duran Ayxanla Aydəniz onlara kədərlə baxırdılar. "Xəyanət etməsəydin, oğlundan ayrı düşməzdin." Aydəniz kinayəli səslə astadan dilləndi. "Nə dedin?" Ayxan onu anlamadı. Qız başını qaldırıb ona baxdı. Fikrət əmi ilə xəyanət etdiyi üçün bu qadına o qədər də rəhmim gəlmir. Ancaq hər halda Yunis onun da balasıdır. Çətindir ana üçün. Yəqin ki, Ayxan qeyri-müəyyən cavab verdi. Hava limanına gedərkən yolda Aydəniz Cəvahir xanım haqqında, onun ərindən ayrılıb Bakıya getməsi haqqında bəzi şeylər danışmışdı. "O qəbri görürsən?" Balayarın qəbrini göstərdi. Onunla xəyanət edilmiş Fikrət əmiyə. Narkomanın içki düşkününün biri imiş. "Sən bunu hardan bilirsən?" Ayxan maraqlandı. "Bir dəfə atamla Fikrət əmi danışanda eşitdim. Atam dedi ki, o səni balayar kimi əclafa satdı." "O nədən ölüb?" "Ürəyi partlayıb deyəsən, içməkdən." Ayxan bir addım qabağa yeriyib qəbrin üstündəki lövhədən balayarın ölüm tarixini oxudu. 14 avqust 1988-ci il. Sonra oğlanın qəbrini qucaqlayıb səssizcə ağlayan Cəvahir xanıma baxdı. Qadının ağlaması yalnız çiyinlərinin titrəməsindən hiss olunurdu. Elvin isə dayandığı yerdə sanki heykəl kimi donub qalmışdı. Aydənizə yaxınlaşıb qoluna toxundu və astadan "Gəl biraz uzaqlaşaq" dedi. "Qoy rahat ziyarət etsinlər." Maşından aralanıb xristian qəbirlərinə tərəf addımladılar. Aydəniz arada oğrun baxışlarla oğlanın kədərli üzünə baxırdı. Deyəsən onun Melisa'nın qəbrini ziyarət etmək istədiyini duymuşdu. Bu anlarda ona elə gəlirdi ki, yanında addımlayan bu oğlan da, elə Melisa'nın özü də ona çox yaxın, doğma olan adamlardı. Ayxan doğrudan da birbaş dostunun məzarına doğru gedirdi.
Gəlib hələ də təzə qazılmış torpaq qoxusunu verən qəbrin qarşısına çatdılar. Aydəniz dərhal əlli dodaqlarını Kazakova Melisa sözləri və doğum, ölüm tarixləri yazılmış lövhəyə yaxınlaşdırdı. Taxta lövhəni öpüb Allah rəhmət eləsin dedi. Sonra isə lap böyük adamlar kimi dərindən ah çəkib başını buladı və geri çəkilib Ayxanın yanında dayandı. Ayxan isə yerindən tərpənmədən gözlərini hələ də qırpmadan baxışlarını qəbrə zilləmişdi. Melisa'nın ölümündən keçən bir neçə gün ərzində xeyli sakitləşmiş, əvvəlki soyuqqanlı, hər şeyə zahiri laqeydliklə baxan detektiv Ayxan Asayev olmuşdu. İndi onun qarşısına qoyduğu bircə məqsəd var idisə, o da dostunun qatilini öz layiqli cəzasına çatdırmaq idi. Bilirdi ki, bu heç də asan olmayacaq, ancaq Melisa'nın ruhu xatirinə bunu etməli idi. Dostu Melisa'nın, onu sevən Melisa'nın. Aydəniz birdən-birə onun qoluna girdi. Düzünü de Ayxan, sən də sevirdin onu. Ancaq bax, xahiş edirəm, məndən gizlətmə. Ayxan gözlərini qəbirdən çəkmədən soruşdu. Dedə, nə olar? Sevirdin onu, qız təkid etdi. Bilmirəm. Nəhayət Ayxanın dodaqları aralandı. Bəlkə də. Əgər sevirdinsə, gərək bunu sağlığında deyəydin ona. Bilirsə necə xoşbəxt olardı? O səni çox sevirdi. Mənə inan. Ayxan bunu bilirdi. Özünün Melisa münasibəti barədə isə dəqiq heç bir söz deyə bilməzdi. Təkcə onu anlayırdı ki, Melisa'nı itirməklə həyata çox şeyini itirib. Gəl biraz gəzək, deyib qolunu ehtiyatla Aydənizin qolundan çıxartdı. Hüzünlü bir nizamla düzülmüş qəbirlərin arası ilə gəzməyə başladılar. Məzarların demək olar ki, heç biri digərindən seçilmirdi. Yalnız dəmir lövhələrdə yazılmış adlar və tarixlər müxtəlif idi. İki yanaşı qəbrin önündə dayandılar. Bu qəbirlər başqalarından fərqlənirdi. Digər qəbirlərin ətrafında daşdan, yaxud mərmərdən çərçivə çəkib içində gül çiçək əkmişdilərsə, bunlarda qəbrin üstünə nazik mərmərdən sinədaşı qoyulmuşdu. Amma bu sinədaşları daha çox yerə basdırılmış sandığın qapağına oxşayırdı. Birinci qəbir Medvedev Nikolay Vladimiroviç adlı birinə məxsus idi. İkinci qəbir üstündəki lövhəyə isə heç nə yazılmamışdı. Ayxanı təəccübləndirən də elə bu oldu. Bilmirsən bu kimin qəbridir deyə soruşdu. Renatanın. Aydəniz acı-acı gülümsədi. Renatanın? Hə, ancaq içi boşdur. Yanındakı bu qəbir ərinindir. Əri öləndə Renata iki qəbiri düzəltdirib. Birinə ərini bastırıb, birini də özü üçün saxlayıb. Niyə? Bilmirəm, qız çiynini çəkdi. Onun o qədər qəribə işləri var ki, heç şeytan da baş çıxarmaz o ifritədən. Deməli, Renata öləndə bu daşı qaldırıb onu içinə çalacaqlar. Vəssalam. Hə, qız yenə gülümsədi. Yəqin istəməyib sonradan Roman qəbir qazdırmaqla əziyyətə düşsün. Doğrudan da çox sirli qadındır. Ayxan bunu deyib, gözlərini içi boş qəbrə zilləyərək susdu. O artıq özlüyündə əmin idi ki, ardıcıl baş vermiş cinayətlər barədə çox şey bilir. Bəlkə də hər şeyi. Fermanın yandırılması, dəqiq və amansızcasına planlaşdırılmış iki qətil. Bu işlərdə Renatanın iştirakı görünmürdü. Amma hissiyatı Ayxana deyirdi ki, gələcəkdə bu qəbirdə yatmalı olan qadında nəsə bir sir var. Və Ayxanın fikrincə bu sir hökmən baş vermiş cinayətlərlə bağlı olmalı idi. Baş vermiş cinayətlərlə bağlı olmasa da Ayxanın bildiyi sirlərlə. Yenə Renatanın kafedə dediyi sözləri xatırladı. Fikrətin ölümünü bu şəhərdə bəlkə də ən az mən istəyirəm. Onun ölümü bəlkə də mənim ölümüm deməkdir. Yox, lap az qalmışdı. Ayxan bu sirri də açacaqdı. Mütləq açacaqdı. Sadəcə biraz da dərindən düşünmək lazım gəlirdi. Renatanın içi boş qəbrinə son dəfə kinayəli bir nəzər salıb üzünü Aydənizə çevirdi. Gedək Aydəniz, hava qaralır. Yunisin qəbrinin yanına çatanda hava tamam toranlaşmışdı. Artıq ayağa qalxmış Cəvahir xanım Elvini qucaqlayıb ona nəsə deyirdi. Ayxan onlara yaxınlaşdı. Sizin üçün ayrılmış evə gedəcəyik. Cəvahir xanım, yol gəlmişsiniz, biraz dincəlin. İstəsəniz sizi sabah yenə gətirərəm bura.
Kimliyindən asılı olmayaraq bu qadın Azərbaycandan gəlmişdi. Bəlkə elə buna görə də Ayxan özündə ona qarşı bir doğmalıq hiss edirdi. Cəvahir xanım ona xüsusi mehribanlıq göstərən bu gəncə dinməz söyləməz tabe oldu və Aydənizin Mercedesinə əyləşib yola düşdülər. Şəhərin o biri başında kiçik bir həyət evini müvəqqəti olaraq ana və oğul üçün kirayələmişdilər. Belə görünürdü ki, Fikrət Nəzərlinin keçmiş arvadı ilə görüşmək fikri yoxdur və ümumiyyətlə onunla üz-üzə gəlmək istəmir. Bu küçənin hər iki tərəfində taxta hasara alınmış bir mərtəbəli həyət evləri sıralanırdı. Aydəniz maşını birbaş kirayə edilmiş evə sürdü. Dördü də maşından enib taxta qapılı həyətə girdilər. Burada onlara orta yaşlı qulluqçu qadın qarşıladı. Bu qadın Cəvahir xanımla oğlu burada qalacaqları müddətdə onlara qulluq etməli idi. Cəvahir xanımı yol yormuşdu. Üstəlik də Yunisinin qəbrini ziyarət edəndən sonra halı üstündə deyildi. Hiss olunurdu ki, tək qalmağa ehtiyacı var. Ayxan bunu anlasa da onunla bir qədər söhbət etmək istəyirdi. Odur ki, qulluqçu qadının dəvətini qəbul edib çay süfrəsinə əyləşdi. Azərbaycandan yenicə gəlmiş və özü ilə sanki oranın havasını gətirmiş Cəvahir xanıma çox diqqətlə nəzər yetirirdi. Tez-tez ondan yayındırmağa çalışdığı ifadəli gözlərinə, günəşdən lap azacıq qaralmış üzünə, boyasız, oynaq hərəkətli dodaqlarına, incə davranışına. O artıq bilirdi ki, Fikrət Nəzərli bu qadına azı 20 il əvvəl xəyanət üstündə boşayaraq Bakıya göndərib. Ancaq maraqlıdır ki, Cəvahir xanım uzun illər kişisiz yaşayan qadınlara bənzəmirdi. Deməli, belə çıxır ki, ya ikinci dəfə ərə getmişdi, ya da müstəqil qadın kimi ürəyinə yatan əks cins nümayəndələri ilə münasibəti var idi. Amma yox. Zəndi gənc detektivi aldatmırdısa, Cəvahir xanım heç ərdə olan qadına da oxşamırdı. Onda deməli, yox, Ayxan sərbəst cinsi həyat yaşayan qadınları davranışına görə başqalarından ayırmağı bacarırdı. Cəvahir xanım elə də deyildi. Onun üçün gətirilmiş çaydan bir qurtum içən kimi müşahidələrini dəqiqləşdirməyə çalışdı. Bağışlayın Cəvahir xanım, siz ərdəsiniz? Xeyr, qadın başını yırğaladı. Hə? Ayxan bir anlıq duruxdu. Sonra isə qadının cinsi həyatı barədə araşdırmasından vaz keçib ayaqdan ürəyində hazırladığı birinci sualını verdi. Burada neçə ildir getmişsiniz? Düz 22 ildir. Cəvahir xanım ah çəkdi. 88-də çıxmışam buradan. Yəqin ki, dəqiq tarixi də unutmamışsınız. Avqust ayı idi. Avqustun 16-sı çıxdıq. Elvinin 2 yaşı tamam olmamışdı hələ. Ərinizlə boşanmaq qərarına gələndən sonra çox qaldınız burada? Yox, 2 gün. Təyyarə həftənin 2-ci günü uçurdu Bakıya. Dəqiq yadımdadır. Bazar günü ayrıldıq. Niyə soruşursunuz ki? Heç, demək avqustun 14-də. Bəli. Maraqlıdır, Ayxan düşündü. Aydənizin deməyinə görə ərinə Balayar adlı o adamla xəyanət edib, ayın 14-də ərindən ayrılıb. Balayar da elə həmin gün ölüb. Güya içkidən ürəyi partlayıb. Maraqlı təsadüfdür. Bakıda olarkən heç bu şəhəri xatırlayırdınız? İndi görəndə tanış gəldi sizə? Parkın qarşısından keçəndə heykəli görüb xatırladım. Başqa heç nə. Gör nə qədər keçib üstündən. Niyə ayrıldınız ərinizdən? Cəvahir xanım suala geç cavab verdi. Mən burada yaşamaq istəmirdim. Deyirdim qaydaq Bakıya. Buna görə də tutmadı bizimki. Ayrıldıq. Ayxanın donuq üzündə yaranmış ani kinayə tez də yox oldu. Hə, Elza xanımı tanıyırdınız? Tanıyırdım. Tansunun rəfiqəsi idi. Aydənizin anasının. Bayaq yolda Tansunun ölümünü eşidəndə çox pis oldum. Onun öldüyünü bilmirdim. Bu şəhərdən gedəndən sonra darıxdığım, xatırlamaq istədiyim 2 nəfərdən biri Yunis olubsa, o biri də Tansu olub. Çox yaxşı insan idi. Yaxşı dost idi. Heyf ondan.
Aydəniz qadına qəribə nəzərlərlə baxırdı. Deyəsən onun boşanma səbəbi barədə indicə uydurduğu yalan qızın xoşuna gəlməmişdi. Bəs Fikrət əmini xatırlamırsınız? Deyə soruşdu. Xatırlamışam. Qadın könülsüz cavab verdi. Elvin dilim danışmadan Aydənizə baxırdı. Gözlərində isə sanki yorğunluq tökülürdü. Ayxan bunu duyub ayağa qalxdı. Siz dincəlin, biz getməliyik. Bir şey lazım olarsa mütləq qulluqçuya deyin. Yox, çox sağ olun, zəhmətimizi çəkdiniz. Cəvahir xanım da durdu. Heç soruşmadım, siz onun işçisisiniz? Adını çəkmək istəməsə də yəqin ki Fikrəti nəzərdə tuturdu. Hə, Ayxan kinayə ilə gülümsəyib dedi. Cangüdəniyəm. Sağollaşıb Aydənizlə bərabər evdən çıxdılar. Artıq hava tamamilə qaralmışdı. Ətrafda olan evlərdən bir küçəyə demək olar ki, heç bir işıq düşmürdü. Maşına əyləşdilər. Aydəniz faraları yandırdı və dərhal yola düşdülər. Bugün tanış olduğu Cəvahir xanım əslində Ayxanın xoşuna gəlmişdi. Həm xarici görünüşünə, həm də mədəni davranışına görə. Amma onunla bağlı müşahidələrində dəqiq bir qərara gələ bilməmişdi. Özlüyündə bircə bunu qətiləşdirmişdi ki, Cəvahir xanım cinsi baxışından çox ehtiraslı qadındır və əgər ərinə xəyanət edibsə, deməli həmin bu xarakterinin qurbanı olub, yəni ehtirasının. Maşın evin qarşısından keçən dar asfalt yolla bir qədər gedib tini burulanda birdən-birə dayandı. Nə oldu? Ayxan soruşdu. Bilmirəm, qız çiynini çəkdi. Qəfildən söndü. Ayxan benzin göstəricisinin şkalasına baxdı. Şkala 0 göstərirdi. Benzin qutarıb. İndi nə edəcəyik? Aydəniz təşvişlə düşdü. Narahat olma, yoldan keçən bir maşını saxlayıb benzin alarıq. Yerə indilər. Maşının faraları yolun bir hissəsində və tindəki həyətin hasarını işıqlandırırdı. Qalan yerlər zülmət qaranlığa qərq olmuşdu. Aydəniz ətrafına boylandı. Necə qaranlıqdır? Hə, Ayxan təsdiq etdi. Amma gözəl hava var. Birdən qızın telefonuna zəng gəldi. Açıb qulağını apardı. Hə, ata, yox, çıxmışıq oradan, yoldayıq. Birazdan gələcəyik. Hə, hər şey yaxşıdır. Yəqin indi yerlərinə girib yatırlar. Yaman yorğun idilər. Yaxşı, gəlirik. Narahat olma. Telefonu qapayıb Ayxana baxdı. Atam idi, narahat olub mənə görə. Benzinin qurtarmasını özüm demədim. Yaxşı elədin, Ayxan başını tərpətdi. Bu saat bir maşın gələr, benzin alarıq. Deyəsən atan qonaqlarımızla da maraqlanırdı. Hə, soruşdu ki, necə yerləşdilər? Bu evi atam kirayələyib onlar üçün. Yaxşı, bəs sənin sevimli Fikrət əminin öz doğma oğlu ilə də görüşmək fikri yoxdur? Nə bilim, Aydəniz dodağını büzdü. Hər halda arvadı ilə görüşmək istəmir, amma oğlu ilə imkan tapıb təklikdə görüşər. Yəqin. Xoşuna gəldi? Kim? Elvin. Nə bilim, pis oğlan deyil məncə, ancaq Turxana çatmaz. Biraz qaraqabaqdır. Ayxan nədənsə bir qədər tutuldu. Sən Turxanı doğrudan da çox sevirsən? Bəs necə? Qız təəccübləndi. Lap dəli kimi. Heç vaz keçə bilməzsən ondan? Yox, niyə vaz keçməliyəm ki? Demişdin axı onun sevdiyi qız var. Hələ bilmək olmaz ki, Turxan onu həqiqətən sevir, yoxsa yox. Kristina onu indiyədək gəzdiyi bəlkə də 5-ci qızdır. Burada adətdir. Oğlan evlənənə qədər neçəsi ilə istəsə gəzə bilər. Elə qız da. Bəs sən heç kiminləsə gəzmisən? Yəni Turxanı sevməmişdən əvvəl. Nə danışırsan? Aydəniz heyrətlənib səsini qaldırdı və bu anda çox məzəli alındı. Atam məni öldürərdi. Aha, deyəsən maşın gəlir. Səs eşidən Ayxan diqqətini topladı. Elə bu vaxt bir minik avtomobili qaranlıqda sürətlə tindən çıxdı.
Faraların işığı ilə onların gözlərini qamaşdırıb yanlarından keçdi və Cəvahir xanımla oğlunun yerləşdiyi evə doğru hərəkət etməyə başladı. Bu küçədə ev yox idi. Maşın başqa bir evə də gedə bilərdi, amma qaranlıq olmasına və faraların gur işığının gözlərinə düşməsinə baxmayaraq, Ayxan maşının marka nişanını görə bilmişdi. Bu Jaguar idi. Qara rəngli Jaguar XJ8. Düşünmək üçün yalnız bir neçə saniyə vaxt itirdi. Sonra isə Aydənizə sən burada qal deyib, bütün qüvvəsi ilə maşının arxasınca yürüməyə başladı. Qız yanlarından keçən avtomobilin markasını tanımamışdı. Odur ki, heç nə anlamayıb oğlanın dalısınca qışqırdı. Ayxan, haraya? Ayxan isə bütün diqqətini qarşıda görünən maşın işığına verib gücü gəldikcə qaçırdı. Küçənin qaranlıq yerləri ilə 200 metrdən çox qaçmışdı ki, həmin maşının bayaq çıxdıqları evin qarşısında dayandığını gördü. Kimsə maşından enib asta hərəkətlə həyət qapısını açmağa başladı. Onun qaranlıqda ancaq solğun silüetini seçmək mümkün idi. Özü qətiyyən görünmürdü. Ayxanın ona çatmağına 10-15 metr qalmışdı. Gecikə biləcəyindən qorxub, "Ey, kimsən? Dayan!" deyə ucadan səsləndi. Naməlum adam səsi eşidib dayandı. Sonra qəflətən əlindəki tapança ilə Ayxana tərəf dalbadal 2 güllə atdı və dönüb maşına yüyürdü. Özünü vaxtında yerə yıxmaqla güllələrdən xilas olan Ayxan cəld hərəkətlə tapancasını çıxarıb artıq maşına minmək üzrə olan rəqibinə atəş açdı. Maşının qapısını açmış naməlum adam çığırıb bircə anlıq yerində dayandı. Sonra isə birdən sükanın arxasına atıldı və Jaguar hərəkətə gəlib yerindən götürüldü. Ayxan isə ayağa qalxıb üstünün tozunu təmizlədi. Maşının arxasınca təəccüblə baxdı. Nə edəcəyini düşündü. Aydındır ki, bu adamın buraya gəlməkdə məqsədi evdəkiləri, əsas da Elvini öldürmək idi. Nəfəsini dərib bir anlıq fikirləşəndən sonra telefonunu çıxarıb Aydənizə zəng vurdu. "Nə edirsən?" "Bir maşın saxlayıb," Aydəniz dedi. "Oğlan özü maşınıma benzin tökür." "Sən ora niyə qaçdın? Tez gəl, çıxaq gedək." "Yox, sən get. Mən bu gecə burada qalacağam." "Niyə axı? Get, sonra danışarıq. Atan səni gözləyir. Mənim burada qalmağım lazımdır." "Yaxşı, onda hələlik." "Hələlik." Ayxan telefonunu qapayıb qaranlıqda ətrafı göz gəzdirdi. Tabancasını yenə arxadan şalvarına keçirib həyətə girdi. Evin qapısını döysə də onu açan olmadı. Kimsə yan tərəfdən pəncərənin pərdəsini aralayıb gizlicə ona baxdı. Yəqin ki, qulluqçu idi. Qadın qaranlıqda onu tanımayıb qapıya yaxınlaşdı və titrək səslə "Kimdir?" deyə soruşdu. "Mənəm," Ayxan cavab verdi. "İndicə qonaqları gətirən oğlan, açın qapını." Qadın qapını açıb qorxaq nəzərlərlə həyətə boylandı. "Niyə qayıtdınız? O güllə səsləri nə idi?" "Boş şeydir." Ayxan evə keçdi. "Qonaqlar yatıblar." Qulluqçu qadın qapının cəhdəsini içəridən vurdu. "Hə, indicə girdilər yerlərinə. Niyə qayıtdınız?" "Mən də burada yatacağam." Əli ilə divanı göstərdi. "Elə bu divanda." "Yemək yeməyəcəksiniz?" "Bir kirkə kalbasadan filandan ver. Bir də içməyə nəsə bir şey." Qadın mətbəxə keçdi. Ayxan isə ayaqqabılarını belə soyunmadan divanda uzanıb əllərini başının altına qoydu və fikrə getdi. Qapısı aralı qalmış qonşu otaqdan Elvinin asta xorultusu eşidilirdi. Cəvahir xanım isə yəqin ki, hələ yatmamışdı.